Dostlar, bu günlərim evaksit necə vurulur, o haqda inşallah video çəkəcək. Evaksit vurulmadan öncə kənarları skoçlanır. Bu işi görəcək burada Ramin ustadır. İnşallah başlamışıq. Kənarlar birinci belə skoçlanır, bir dənə bu hissə qalır. Yırdığımız Moykanın elə bir ağızlarını skoçlayacaq 45'lerin. Sonra da üstündən deyinəcək, evaksit vuracaq. Allah sənə köməyin olsun, ay Ramin. Özü də qoymusan zolunda bizi də. İşimiz davam edir, sonuna baxın. Bizi ilə bərabər siz də uzunluğunu izləyin. Bana qardaşlar, skoçumuz davam edir. Ramin usta belə skoçlanır hər yer. Gözəl, möhtəşəm. Bax, hamısı Moykanı skoçlanır. Sonra da skoçlayırıq. Başlayırıq, evaksit necə qarışdırılır, necə vurulur, hamısını bugün görərsiniz. Çox xəyal ediyoruz ki, 10 görək necə qarışdırılır. Ən çox verilən suallardan biridir. Yəni 50% usta qardaşlarımız bilir, 50% də mənim kimi öyrənir evaksitin vurulmalı. Allah sənə verəsin, ay Ramin. Özün də zulumdasan biz də. Dəhşət olacaq bu, dəhşətin dəhşət. Az sonra. Sizin qarışmasın bir dənə metlaq soku. Olmasa da hamamdan bir dənə metlağı sökürsünüz, kəsirsiniz. Arkadaşlar, bir dənə qablaşmaq, bir dənə ampulaya nəsə edir. Yəni, bundan az qatın, bundan çox qatın, bundan çox qatın, az qatın. Pensindən görmüşdünüz ha, qurusu ilə suyu. Yəni, bir əmr olmalıdır ki, quruma prosesi də doğru geçsin. Bunu bu şəkildə qoyursunuz, həm də belə qoyursunuz, axsın ki, tam axsın tutarsın. Bu 1 mg az olanda quruma gedmir ümumiyyətcə. Həm də isti olmalıdır hava. Gec qurma səbəbi də soyuqdan yapılır. İnşallah bunu qarışdıracaq, Ramin usta izləyirik. Deməli, qab tam süzülsün, hamısını qarışdıracaq. Bu bunun dərmanı. Deməli, bir qab evaksidə, bir qabda bu dərman kifayət edir. Qarışdırırsınız, 3 saat ərzində vurub qutarmalısınız, 12 saatda da tam quruyur. Belə qarışdırırsınız. Ondan sonra şifaçı hasta olmasın bizlər kimi. Benim tam qarışmalıdır ki, hopsun canlı dərman. Bu hazır olandan sonra evaksidi nə edirsən, doldurursan. Belə götürdüm bıçaqla rezə. Ağlar ustalar bunu daha yaxşı bilər. Belə tinləri var belə doldura qardaşım. Skoç gerirsən. Bir əllə çəkərəm. Belə. Gördünüz qardaşım. Amma möhtəşəm Ramin yorulmayasın. Ramin də şişlərə doldurur. Hələ ki zulum davam edir. Axırında göstərəcək silmə. Yəni əvvəli sonu bilinməyən işdə işləyirsən bundan. Bax qutarın Allah ömrüdür. Evaksit vurulandan sonra bax tinləri bax beləcənə düzəldirsən xırda tinliklərlə. Bunun hər cürü var. Yəni özünüz də belə köşədən də düzəldə bilərsiniz istəsiniz. Möhtəşəm. Xeyirli olsun. Bax qıraqlar hamısı evaksitdən də silindi. Moykanın hissələri evaksitdən deyil, tinlər hamısı bax belə. Çəkilir belə, tam hazırlığını göstərəcək. Mənə gəlir ki, bundan sonra hamı evaksit vura biləcək rahatçılıqla. Tam keyfiyyətli və effektli. Siləndə də qardaşlar, bax belə, isti su doldurursunuz vedriyə, masalda kutu ilə və silə bilərsiniz. Allah onun işini aman eləsin, gözlüyün sonunda göstərdim. Deməli qardaşlar, burandan sonra belə vaxtıysan skoçları sökməyə. Ondan sonra quruma gedir, quruyandan sonra da tam düzəliş edirsən. Belə də bax, vallahi pis deyil. Gözəlliyə baxın qardaşlar, baxın gözəlliyə. Yüzlüsün. Sağ ol, var ol. Allah sənə versin, ay Ramin. Moykanın asıman yığır evaksitində Ramin. Bu iş bilsən nə olacaq? Əli yaxınlaşdırarsan özü yığacaq. Misal usta var, Allah misal. Misal əlizləri var, ev kəsib bandayız kimi. Var olun, Allah sizə var. Evaksitin son vəziyyəti qardaşlar. Tam hazırdır. Evaksitin özəlliyi, gözəlliyi yox. Sənə gətirin 100 tonluq quvvatla vurun, bura dəmir kimi, qopandır. Möhtəşəm, xeyirli olsun, Allah xeyir versin. Bura moyqadırın, tamamlanır.